Burada 100 ədəd tapdım. Bunu götürüm. Sabahınız xeyir olsun. Sizi bizi mətbəxdən salamlayıram. Bu arada ışığım düşüb. Buranı gərək yapışdırmaq lazımdır. Təzədən biz onu dəyişdirmişdik. Bir neçə gün əvvəl led ışığımızı, bilirsiniz ki, burada led ışığımız var. Belə görsənir. Okey. Bütün səhər oyandım, qablarımı yudum. Air fryer'da yudum. Qaldı bir dənə moykanı təmizləmək. Bir də burada toyuq qoymuşam. Filedir. Dünən əlbəttə ki makaronla fettuccine eləmədim. Çox yorğun idim, yatdım. Air fryer'ın içində təmizlədim. Sonra burada da soyuducuda kotletlərim var idi. Onları çıxartdım ki, qızardım artıq. Yoldaşım gəldə qarabaşaqla yeyəcək. Mən də özüm üçün fettuccine hazırlayacağım. Durdum, nə işləri gördüm. Ali'nin yemək masasını təmizlədim. Qaldı bir də buralar. Piti, ne хочешь? Piti. Piti. Piti verin piti. Ay, kurban. Ali. Piti. Piti vereyim. Piti. Позови piti. Печеньясын piti çağırır. Piti. Piti. Ayşe piti. Piti. Пити, пока. Пока. Оп. Gelmişim markete. Aninkan yeni arkadaşları. Yine biz parktayız. Hava bugün geçendi. Aninka'da aguşasını yiyir. Rahat markete girmiştik. Böyle getirdim makaronlar Delverde markasından. İtalyan məhsuludur. 4 manat neçəsə qəpik. 6 dəqiqə pişəcək. Bunu fettuccine için götürmüşəm. Pişiyimizin yemeği. Kofeler. Dəhşət çox kofeler. Sonra qaymaq 99 qəpiyə. 3 manat 20 qəpiydi deyəsən. Şampinyonlar. Toyuqla qəşən bir dənə pasta pişirəcəyik sizinlə bugün. Ve 2 ədəd file. Bir dənə fileye 20 verdim. O birisi fileye ise 1.76. Hanım yine buranı görün ne güne koydu. Paltarlarım hazırdı. Gedim onları geçen asım. Markada da burada qarabaşaq hazır edirəm. Son vaxtlar qarabaşağı belə tərəvəzli xoşlayıram. Kökdür, biraz belə dadlı və maraqlı alınır. Siz də eləyin. Tərəvəzdir burada. Qırmızı soğanla eləmişəm. Məncə çox ləzzətli olacaq. Kökdür, biberlərdir, qırmızı və yaşıl biber. Zirincdir, pomidor. Bir də vəsyoda. Geçsin bu pişsin. Burada su əlavə edeyim 2 stəkan. İlk önce kızartacağım deməli soğanı, sarımsağı ve
göbələklə toyuğu. Alin orada konsert verir. Qarabaşağımız da kotletlə hazırdır. Belə görürsünüz necə multivarka qəşəng pişirdi dənə-dənə. Çox bəyənirəm multivarkada qarabaşağı pişirməyə. İlk yeməyimiz hazırdır. Bunu bağlayaq, keçək fettuccine hazırlamağa. Spagetti də deyirəm bunlara hazırdır. 1-6 dəqiqə bişdi. İndi göndərək onları bizim qızartmamızın yanına. Oy. Asta xodda qoyacağım. Qəşəng pişsin özü üçün. Fettuccinim də hazırdır. Belə ləzzətli görsənir. Qaymaqlı. Mütləq eləyin. Çox dadlıdır. Spagettini az eləyin ki, yəni belə bir görünüş olsun. Mən 3 yoxsa 4 ədəd belə kündə istifadə elədim bunlardan. Bir də servis eləyəndə üzərinə pendir rəndeləyəcəm. İfsə. Alinə də verdim. Sadəcə göbələkləri çıxartdım. Bir də toyuqları çıxartdım. Belə sadə makaron qaymaqlı. Bir də üzərinə pendir vurdum. Yüngül təmizlədim. Tozunu aldım, toz soranladım. Bütün polları sildim, yerləri sildim. Mətbəx təmizdir, yeməyim də hazırdır. Vanna otağında yığışdırdım. Tərtəmiz oldu hər yer. Qaldı bir dənə buralar. Mənim otağım, buranı yığışdırmaq var. Və bir dənə gözəl bir mahnı və ya səs qoyacağım və buxur yandıracağım. Tütsü yandıracağım ki evin pis enerjisi geçsin. Belə bir rahatlayıcı mahnı qoydum və gedək tütsümüzü də yandıraq. Biraz yansın, o birisi otağa da aparacağım. Xoşuma gəlir. Bu elə bir ki təmizliyin sonudur da. Yəni bir buxur yandırırsansa əladır. Mənzərə də gözəldir. Evin qoxusu da dəyişilir. Keçdim salonumuza və burada da buxurumu qoyuram. Qalsın burada. Çay eləmişəm. Anamla da çay içəcək. Çiyəli attım ora. Beta Tia'nın çayı da çok güzel qoxusu gəlir. Bir də kəkrik otu. Bir də limondu. Bir də kivi. Qatdım, qarışdırdım. Bir də bu şokoladla. Paduy. Alim də özünü soxmalıdır. Шоколад. Bilsiz nə dilənir? Şokolad. Покажи нас. И мне еще добавь. Цаца. Цаца. Çay amma ləzzətlidir. Цаца. 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 На. Не хочешь? Давай, Алинка, давай. Çay verirəm ona. Давай, давай. İçir. Hı.
Mama da gəlmişdi bizə. Çay içdik. İndi Aylin Smith içir. Mən də birazdan mozzarella stik hazırlayacağım. Sizə də fikir olsun. Böyük uşaqlarınız varsa onlara hazır edə bilərsiniz. Çox ləzzətli bir qəlyanaltı. Keçək mətbəxə. Sizə bir resept verəcəm. 1 mozzarella pendiri, 2 ədəd yumurta, un və fanat suxariləri lazım olacaq bizə. Ayrı-ayrı qablarda yumurtaları çalxalamalıyıq. Başqa bir qaba un əlavə edəcəm. Digər qaba isə fanat suxariləri. Fərqi yoxdur, başqa suxariləri də götürə bilərsiniz. Burada gördüyünüz kimi pendiri başlayıram doğramağa. Bu şəkildə doğramalısınız pendiri. Uzun sof alınmalıdır. İlk olaraq göndəririk una, sonra yumurtaya, suxarilərə və yenidən yumurtaya və suxarilərə. Qalan pendirli çubuqları da yenidən göndəririk una, yumurtaya, suxarilərə və yenidən yumurta və suxarilər. Onları sonra düzürük bir qaba və göndəririk soyuducuya. Soyuducuda hardasa 2 saat qalmalıdır ki, bu klər dağılmasın. Qazanımızın yağı yaxşıca qızmalıdır. Sonra göndəririk pendir çubuqlarımızı hardasa 2 dəqiqə hər iki tərəfli bişməlidir. Onları əslində tez bir şəkildə yeməlisiniz ki, sonradan soyanda dadlı olmur. Bir də baxın necə dartılır pendir. Çox ləzzətlidir. Hazırlayan hər kəsə nuş olsun. Burada isə sizi yeni bir gündən salamlayıram yenidən. Aylinsiz də olmaz. Hər zamanki kimi. Küçülüyüm ama. Bananlar da maraqlıdır, balacalar. 5 manat 39 qəpik. Проходите туда сколько? 10 килограмм. İsti çörək. Şeydə 1 manat 10 qəpik xonça. Əlim yandı, götür. Mamma mia. Все, bunu alacağıq. Bu da Aylin üçündür. Ben bunu diye kadar. Şirindi. Ama rengi biraz bir təhərdir. Markete gəldik. Bir-iki dənə şey alacağıq elə. Aras marketdəyik. Yeməyi edirəm burada. Simit aldıq. Rahat marketdən 2 ədəd pendir doğradım. Yumurtalar da bir də belə Rosco'nun sasikasını götürdük. Məncə dadlı olacaq. 4 manat 4 qəpik. Bir də yoldaşım belə pendir götürüb Dağıstan. Bunun da dadına baxacağıq. Sizə deyəcəm dadlıydı, yoxsa yox. Yatır balaca. Soskası da ağzında. Halin yatır. Biz də yoldaşımla mən kofe içirəm, yoldaşım isə çay. Verilişə baxırdıq.
balkon üçün də belə stol tapmışıq. 249 manatdır, 3 rəngidədir. Amma qəşəngdir. Rol sifariş elədim hamla. Oturub kinəyə baxacağıq. Bu setin adı Paradise setdir. Jiro Sushi Baku'dan sifariş elədim. Mənə endirimlə 30 neçə manata gəldi. Yango'dan. Plus endirim kodu da vurmuşdum. Çox tatlıdırlar. Hər zaman belə fresh hazırlayırlar. Bunları da pulsuz qoyurlar. Əlavə ehtiyac olmur. Onları sifariş eləməyə. Bircə deyəsən yaddan çıxıb paliçikləri qoymağa. Eybi yoxdur, yazaram podдержкaya. Vlogumuz isə bitməyə üzrədir qızlar. Çox sağ olun ki, bu videonu axıra kimi izləmişsiniz. Biz sizləri çox sevirik və yeni vloglarda görüşənədək hələlik.